Selamünaleyküm seyircilerim. Sizi salamlayıram ve o geçen defa baktığımız meselelere bir de bakmak fikrim var. Mesela majoriter sisteminin eybəcərlərini gösterdik. Biz gösterdik ki, bəli, ineği inəkdən, atı atdan, iti itdən seçmək mümkündür. Ama insanı insandan, onun əqlinin inkişafına göre seçmək mümkün değil. Həqiqətən seçmək mümkün deyil. Həm də proporsional sistem diktaturaya giden yolun astanasıdır. Hər hansı bir qurum yerlərdə insanları göstərməklə, hər hansı bir özünüz bilirsiniz, Azərbaycandakı seçkilər kimi, məzarı pənahımı təşkil elədiyi seçkilər kimi seçməklə diktaturanın əsasını qoymaq olur. İndi mən sizə proporsional seçki sisteminin sisteminden danışacağım. Proporsional seçki sisteminde artık insanlara ses verilmir. Ses verilir siyasi kurumlara, siyasi təşkilatlara. Siyasi təşkilatların məramnaməsi əsasən devlet idarəçiliyini ələ almaqdır. Yəni siyaseti devlete dirənir. İndi gəlin baxaq. Bir siyasi kurumları seçkiyə bırakırıq və kim hansı quruma nə qədər inanırsa, o quruma da səs verir. Və bunlar o səslərə görə, səs sayına görə Milli Məclisdə millət vəkili yerini tuturlar. Hər qurum nə qədər inanc varsa, millətin inancı varsa, o qədər də yer tutur. Və o yerdən seçilmiş millət vəkilləri əhalinin nə qədər Milli Məclisdə, nə qədər əhalinin milli maraqlarından çıxış edərsə, bir o qədər millətin etimadını qazanar və gələcək seçkilərdə daha artıq yer qazana bilər. Bir də ki, seçki sistemində belə bir qaydanı da mən məqbul sayıram. Əgər hər hansı bir təşkilatın seçdiyi, verdiyi millət vəkilliyinə namizəd verdiyi fərdlər həmən təşkilatın siyasətini yerinə yetirmirlərsə, həmən təşkilat, həmən vəkilləri geri çağırıb, ayrı onların yerinə başqa vəkillər göndərməyə ixtiyarı olsun. Belə olanda Azərbaycanda hesab eləyin ki, demokratik devlet qurumu olar. Demokratik devletin əsası nədir? Demokratik devletin əsası icra edici orqan, qanun verici orqan, məhkəmə sistemi və media. Bunların bir-birinə tabiçiliyi aradan götürülməlidir. Aradan götürülərsə, dövlət demokratik yolla hərəkət edə bilər. Amma bunların hamısına Konstitusiya Məhkəməsi ümumi fərdlərin, ümumi xalqın qəbul elədiyi Konstitusiya ilə onların hərəkətlərinə nəzarət edir Konstitusiya Məhkəməsi. Və Konstitusiya Məhkəməsinin çıxartdığı hər hansı bir qərar qanunudur. Birinci qanunu onlar verir. Sağ olun, bu qədər.